Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta alanların peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yeni qaydalarla müəyyənləşdiriləcək. Bu, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunda dəyişikliklərlə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirə olunub. Bildirilib ki, dəyişikliklərə əsasən sığorta hadisəsi zamanı zərər çəkmiş şəxsin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi Nazirlər Kabinetinin müəyyən etdiyi qurum tərəfindən təyin ediləcək. Məqsəd bu sahədə normativ bazanı yeniləmək və mövcud boşluqları aradan qaldırmaqdır. Qanuna dəyişiklikdə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin hesablanması daha dəqiq meyarlarla aparılacaq. Peşə xəstəlikləri və əmək zədəsi, istehsalatda bədbəxt hadisələr hər birimizin, cəmiyyətin və dövlətin diqqətində olan məsələdir və Beynəlxalq Əmək Təşkilatının da diqqətində olan məsələdən biridir və istər Həmkarlar Komitəsinin, istər Əmək və Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumlarının bu sahədə xüsusi nəzarəti var və bu nəzarətin də güclənməsinə ehtiyac var. Çünki elə bir əmək şəraiti qurulmalıdır ki, orada insanlar peşə xəstəliyinə tutulmasınlar və yaxud çox az hallarda bu peşə xəstəliyi halları baş versin. İstehsalat qəzası və bədbəxt hadisə nəticəsində vətəndaşın xəsarət dərəcəsi, orqanizm funksiyasının itirilmə faizi 30%-dən aşağı olacağı təqdirdə təəssüf ki, hansı faiz dərəcəsi ilə bunun tənzimlənəcəyi və hansı meyarlara istinad olunacağı qanunvericilikdə bir qayda ilə təsbit olunmamışdır. Bu sahədə boşluğun bir qayda əksikliyinin olduğu müəyyənləşdirildi və bu sahənin müvafiq qaydalarla, hansı ki, beynəlxalq təcrübədən də əsaslanan qaydalarla tənzimlənməsi, fəaliyyətin daha da operativləşməsi, eyni zamanda vahid yanaşmanın tətbiq edilməsi məqsədi ilə belə bir qayda ərsəyə gətirildi.